Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün 2 noyabr 2025-ci il Cüvən buraxılış sınavının 9-cu siniflər üçün ingilis dilindən qrammer suallarının izahına baxacağıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm 3 bacarıq, həm də 5 bacarıq üzrə hazırlıq qruplarımız mövcuddur. Videonu bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videonu paylaşmağı unutmayın. Bir də qeyd edim ki, uşaqlar 9 və 10-cu siniflərin reading, listening və şəkil üzərində essay, yəni writing sualları eynilik təşkil elədiyinə görə onları ayrıca bir video halında hazırlayacağım. Həm 10, həm də 9-cu siniflər girib izaha oradan baxa bilər. Açıq suallara öz yazdıqları, belə deyək, cavabları şərhlər bölməsinə qeyd edə bilərlər. İndi isə keçirik 9-ların qrammer suallarının qısaca izahına. Positive case yelçal istəyir, ismi yelçalı. Please check the teacher's note. Teachers müəllim söz təkiddə apostrof S-dən sonra notes qeydlər ismi gəlib. Cümlənin xəbəri çek yoxlamaq. Yelçal düzdür, A düzdür. Sonra B bəndinə baxırıq. B-də apostrof S-dən sonra ing-li feil gəlib. Cümlənin xəbəri yoxdur, yelçal deyil. C-də də eyni haldır, D-də də eyni haldır, hətta Y-də də eyni haldır. Hamısında ing-li feil gəlib, xəbər yoxdur, yelçal deyil. Həm də Y-də apostrof S var, bu yelçal ola bilməz. Keçdik növbəti, yəni 6-cı sualda. Bir saniyə gözləyin. 6-cı sualda Smith soyad cəmlənibsə qarşısında D artiklı işlənməlidir. B-ni yeni çıxırıq. Paris şəhərdə boşluq cavabı D. 7-yə baxırıq. She drank water, su sözü sayılmır. Sayılmayan isimlə many, few işlənmir. A little və much işlənir quantifierslərdən. Yəni 1 və 3, o da olur A variantı. 8-ci sualda of verib. No-dan sonra of gəlmir. Every-dən sonra of gəlmir. Qaldı digərləri. There are 2 pens on the desk. Partanın üstündə 2 qələm var. 2 şeydən biri deyirəmsə, bu zaman eyzə işlənir. 2 şeydən söhbət gedəndə all yazamıram, 3 və daha artıq ifadə edir. Çünki none da yazamıram, 3 və daha artıq ifadə edir. 9-da didn't inkardı, inkardan sonra samyadan no gəlmir. A-nı, B-ni, Y-ni, C-ni çıxıram, cavab olur Y bəndi, D bəndi. Anyone törəmələri inkardan sonra işlənir. We didn't buy anything because the shop was closed. Deyir, biz heç nə almadıq, çünki mağaza bağlı idi. 10-da the student. Qayıdış əvəzli test isə mübtədəyə baxıram, düzdürmü? Student, şagird. Deməli, şagird sözü mənim cümləmin mübtədası. Şagird qadın cinsində də ola bilir, kişi cinsində də olur. Yəni, həm himself, həm herself yazırıq. 1-3, B bəndi. Sonra 11-də knives, bıçaqlar cəmdədir. Cəm isimdən this, that işlənmir. A-nı, B-ni, C-ni çıxırıq. Bu biri tərəfdə ar veribdir. It ilə ar işlənmir, D ilə ar işlənir. Həm də cəm isimdə knives. Mən bunu D və onun formaları ilə əvəz edə bilərəm ki, çünki cəm isimdir bu. 12-də of varsa üstünlük dərəcəsi yazırıq. The most ya da the est lazımdır. The coldest olur təbii ki. Cold təkcə the most ilə düzəlmir. Colder müqayisədir. More cold yanlış müqayisədir. Çünki təkcəldırsa müqayisəsi onsuz da elə düzələr. Amma onsuz da bizə müqayisə lazım deyil. Cold adi dərəcədir. Götürmürük. Cavab C. 13-də demək burada than varsa müqayisə lazımdır. Heavy adi dərəcədir, az səhvdir. Heavier müqayisədir, as-lə adi dərəcə işlənmir. As heavy as, C düzdür. D bəndində əzəzin arasında üstünlük dərəcəsi işlənmir, səhvdir. Y bəndində heavy sonu y hərfi ilə bitən iki hecalı sifətdir. Yəni müqayisəsi üstünlüyü S ilə düzələr, more ilə düzəlmir. Düzəlsə belə yanlışdır. Çünki müqayisə dərəcəsi more ilə düzəlibsə, bəs əzin burada nə işi olsun? Yəni başlı başına səhvdir, cavab C. Deyir ki, mənim çantam səninki kimi ağır deyil. 14-də burada mənəyə baxacağıq. Yəni leksikologiya bölməsinə aid sualdır. Sözlərlə bağlıdır. Söz bazası. This is the shortest to the city center. Bax indi deyir bu şəhər mərkəzinə ən qısa nədir? Yoldur da, düzdür, road yol. Statue heykəl deməkdir. Nutrient qida deməkdir. Edition nəşr deməkdir. Amount miqdar deməkdir. Təbii ki, cavabımız olmuş olur. D bəndi. Keçirik 15-də definition. Parad bildiyimiz parad, snack atışdırmalıq yeyəcək,
Tool alət. A small meal or amount of food. Deyir ki, balaca bir yemək və yaxud da ki, yemək miqdarı, balaca miqdarda yemək, yəni atışdırmalıq. 2 A bəndə olacaq. A-nı, D-ni, Y-ni çıxıram. An instrument such as hammer, screwdriver, saw, etc. Deyir ki, kiçik bir alət, çəkic kimi falan. Biz buna nə deyirik? Tool. Yəni ki, alətdə 3-ə B bəndi olur. Avtomatik cavabım B-dir. A public celebration of a special day or event. Deyir ki, xüsusi bir gün ya da hadisənin ictimai deməli qeyd etməsi. Biz buna deyirik parad B. Okay, 16-da sinonimlər istəyir məndən. Bright parlaqdır, large genişdir, əlaqəsi yoxdur. Careful diqqətli, busy məşğul, xeyir. Loud yüksək səs baxımından falandır. Clear açıq-aydın sinonim deyil. Wrong yanlış, incorrect yanlış, təbii ki cavab dedim. Safe təhlükəsiz, dangerous təhlükəli, bunlar sinonim deyil. Cavab D bəndi. 17 quiet sakit deməkdir. Antonim istəyir məndən. Antonim istəyirsə səs-küylü olacaq, düzdürmü? Calm sakit, silent sakit, bunlar sinonimdə olmaz. Noisy səs-küylü, bunun antonimidir. Loud uca səs-küylü, bu da antonimdir. Yəni ki, cavabımız olur 3 və 4. 3 və 4. Bu belə. Short textlərimizə də baxaq. Deməli, nə deyir? Dear guests, əziz qonaqlar, doğrunu istəyir bu arada. We are pleased to invite you to our annual charity dinner. Deyir ki, biz sizə bizim deməli illik olan xeyriyyə yeməyimizə belə deyək, dəvət etməkdən çox məmnunuq. The event will be held in the Grand Hall on September 20 at 7 p.m. Deyir ki, bu tədbir sentyabrın 20-si axşam saat 7-də Grand Zalda keçiriləcək. Dinner will last for 3 hours and there will also be a short concert. Deyir ki, bu yemək 3 saat çəkəcək və həmçinin qısa bir konsert olacaq burada. Tickets are $40. Deyir ki, biletlər $40. Please arrive at least 30 minutes early for registration. Deyir, zəhmət olmasa ən azı deməli 30 dəqiqə əvvəldən gəlin ki, qeydiyyat üçün 30 dəqiqə əvvəldən gəlin ən azı. Okay. Dinner will last 2 hours. 2 saat çəkəcək. Xeyr, 3 saat çəkəcək deyib. Az həft. Deyir, bu tədbir sentyabrın 12-si olacaq. Sentyabrın 12-si deyildi, 20-si idi deyəsən. Hə, 20-si yazıb. Bəli, 12-si deyil, B-ni də çıxıram. C-də deyir ki, bu tədbir pulsuz olacaq. Hər şey, bütün qonaqlar üçün yanlışdır, $40 idi. Konsert deyir ki, 3 saat çəkəcək. Konsert 3 saat çəkməyəcək. Yemək 3 saat çəkəcəkdir. D-də səhvdir. Guests should come not later than 6:30 p.m. for register. Qeydiyyat üçün 6:30-dan daha gec gələ bilməz qonaqlar. Düzdür. Hardan bilirəm? Bax, saat 7-də başlayacaq, düzdürmü? Ən az yarım saat tez gəl deyir. 7-dən də yarım saat çıxanda 6:30. Yəni 6:30-dan gec gələ bilməz. Çünki ən azı yarım saat deyir ki, tez gəlin. Bu belə. Yaxşı, keçdik 19-da. Nədir? What is the purpose of advertisement? Deyir ki, bu reklamın məqsədi, elanın məqsədi nədir? Healthy Smile Dental Clinic now offers free check-ups for children under 10 years old. Deyir ki, bu sağlam gülüş belə deyək, diş klinikası 10 yaşından balaca uşaqlar üçün pulsuz yoxlanma təklif edir artıq. Book an appointment at bu nömrədə, yəni qısaca 2234589 today. Deyir ki, bu gün görüş üçün, yəni yoxlanış üçün, hətta buna görüş deyir də, görüş üçün nə edirsiniz? Bu nömrədən sifariş edə bilərsiniz də görüşünüzü, yəni ayarlaya bilərsiniz. Okay. Məqsəd nədir? To invite children to join dental course. Diş kursuna deməli dəvət edir uşaqları. Xeyr. Inform parents about free dental check-ups. Valideynləri pulsuz deməli diş yoxlanışları haqqında məlumatlandırmaqdır. Bəli, B olar. C-də deyir sell dental care products. Deyir ki, diş qayğısına, dişlə bağlı məhsulları satmaqdır məqsəd. Xeyr. Valideynlərdən diş həkimi olmağı xahiş edir. Xeyr. To describe how to brush teeth correctly. Dişləri necə düzgün şəkildə fırçalamaq lazım olduğunu təsvir etməkdir. Xeyr.
20-də Dear students, əziz şagirdlər, please bring your art materials to the next lesson on Wednesday. Zəhmət olmasa, 3-cü gün, yəni çərşənbə günü gələn dərsimizə, deməli, incəsənət rəsm materialları belə deyək, gətirin. We will finish our posters and then prepare an exhibition. Deyir, biz posterlərimizi bitirəcək və daha sonra sərgi hazırlayacaq. Don't forget your scissors and glue. Qayçı və yapışqanlarınızı unutmayın. Mrs. Kelly yazıb. Okay. Students will have a music lesson on Wednesday. Deyir ki, şagirdlər 3-cü gün, yəni nə edəcək? Musiqi dərsi olacaq bunlara. Musiqi dərsi yox, art materials, incəsənət, təsvir incəsənət olacaq. Miss Kelly will bring scissors for this. Bu deyir, bu Miss Kelly şagirdlər üçün scissor, qaysı gətirəcək. Xeyr, deyir, özünüz gətirin. Exhibition is already finished. Artıq sərgi bitib. Xeyr, bitməyib. Students should bring their art materials for the next class. Növbəti dərs üçün şagirdlər öz incəsənət materiallarını, yəni rəsm materiallarını gətirməlidir. Bəli, düzdür. Posterlər deyir ki, elmi layihə üçündür. Xeyr, elmi layihənin təsvir incəsənətlə nə əlaqəsi, düzdürmü? Cavab D bəndə olmuş olur. Videomuz bu qədərdir. Bəyəndisə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın.